Herkese salam. Bugünün reseptinde pide var. Əvvəlcə pidenin içliyini necə hazırlayıramsa onu sizə göstərəcəm. Əvvəlcə tavamıza ətimizi atırıq. Əgər ətiniz azdırsa, bu zaman sizə bir yöntem göstərəcəm ki, nə ətin dadı dəyişmir, çox da gözəl, çox da ləzzətli olur. İndi ətimiz bitsin, daha sonra onu da sizə göstərəcəm. Gördüyünüz kimi ətin suyu artıq çəkilir, başlayıb qovrulmağa. O qovrulmağa başlayanda üzərinə 2 ədəd soğanı qəşəng belə xırda-xırda doğrayıb əlavə edirik. Et qovrularkən soğan da onunla bir yerdə qovrulacaq. Soğanlar artıq buradan qovrulduqdan sonra yox olacaq. Elə bil ki, hamısı ət kimi görünəcək. Əti çoxaltmağın tək yöntəmi bu deyil. İndi sizə göstərəcəm. Ətimizi yaxşı soğan da qovrulduqdan sonra üzərinə bir ədəd yer kökünü əlavə edirik və 2 ədəd qaynatdığımız yumurtanı yorkadan keçirib onu da əlavə edirik. Onu da qeyd edeyim ki, yumurtanın dadı qətiyyən gəlmir. Yəni mən bunu bir neçə dəfə eləmişəm. Birinci ətini də belə hazırlayıram. Bunun da dadının möhtəşəm olacağına əminəm, çünki hazırlamışam bir neçə dəfə. İndi sizə pide xəmirini necə yoğurmaq lazımdırsa onu göstərəcəm. Qabımıza əvvəlcə pidemiz neçə dənə eləmək istəyirsinizsə, mən çox eləmək istəyirəm. Həm axşama, həm də indi yeməyə, günorta yeməyə. Ona görə 6 stəkan un hazırlamışam. 6 stəkan una belə silə xörək qaşığı mayamızı əlavə edirik. Daha sonra 1 xörək qaşığı duzumuzu əlavə edirik və 1 yemək qaşığı da şəkər tozumuzu əlavə edirik. Sonra bunları belə qarışdıraq. Unun hər tərəfini qarışsın. Qarışdırdıqdan sonra suyumuzu az-az əlavə edərək xəmirimizi yoğurmağa başlayırıq. Su da ilıq su olmalıdır. Yəni soyuq sudan yox, ilıq sudan yumalıyıq. Yumalıyıq neydi? Yoğurmalıyıq. Mən bunu yoğurub gəlirəm. Ən sonda xəmirimizi duru yağla toparlayırıq. Daha sonra qoyuruq mayalanmağa. Xəmirimiz də mayalandı. Bunu biraz mayasını almaq üçün biraz da burada belə yoğuracağım. Daha sonra xəmirimizi belə kündələrə ayırırıq. Götürürük və uzun halda, belə uzun formada yayırıq. Pide xəmirlərimizi yaydıqdan sonra qoyuruq tavamıza və ətimizi əlavə edirik ikisini də üzərinə. Daha sonra əti qəşəng hər yerinə yayırıq. Pidələrimizin içərisinə əti yaydıqdan sonra xəmirimizin kənarlarını belə içə tərəf qatdalayırıq. Pidemiz öz formasını almağa başlayır. Əgər evinizdə xərək varsa, bunu xərəkdə də bişirə bilərsiniz. Daha ləzzətli, daha çıtır olar. Belə indi göndəririk bunları bişməyə. Tripotum qırıldı, ona görə belə çəkirəm. Gördüyünüz kimi pidələrimiz hazırdır. Üstünə pendir də qoydum və əritdim. Bəyəndinizsə bəyənməyi, abunə olmağı, yeni videoların gəlməyini istəyirsinizsə mütləq və mütləq abunə olun ki, mən də həvəsləneyim və yeni videolar çəkim. Gələn videolarda görüşmək üzrə. Sağ olun.